Yekaterinburq məhkəməsi Şahid Lalayev barəsində 72 saatlıq həbs qəti imkan tədbiri seçib. Turkustan az məlumat verir ki, bu haqda APA'nın Rusiya bürosu xəbər verir. Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gəncəyevin barəsində həbs qəti imkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək. Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gəncəyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər. Bunu Gəncəyevin vəkili İlkin Əmirov bildirib. Onun sözlərinə görə Gəncəyevə elektroşokla işgəncə verilib, ağır predmetlə döyülüb. Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini bildirib. Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək. Hüquqşünas əlavə edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, 2 şübhəli öldürülüb. Biz hər cür səy göstərəcəyik ki, əmin şəxslərin xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itirdikləri sübut edilsin. Rusiyanın Yekaterinburq vilayətində işgəncələrə məruz qalaraq həbs olunan Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Əziz Abbasovun vəziyyəti ağır olaraq qalır. Bu haqda onun qardaşı Fitətxan Abbasov məlumat verib. Onun sözlərinə görə hadisə vaxtı təkcə Əziz Abbasov deyil, onun 20 yaşlı oğlu və həyat yoldaşı da amansız şəkildə döyülüblər. Qapını belə açmağa imkan verməyiblər. Xüsusi geyimdə olan şəxslər evə zorla daxil olaraq qardaşıma və gəlini eyni anda döyüblər. Gəlinə bir təpib vurublar, gedib çarpayının üstünə yıxılıb. Uşaq deyir ki, onu döydüklərindən sonra döşəmənin üstü tamamilə qan içində olub. Fitətxan Abbasov qeyd edib ki, işgəncə bununla bitməyib. Əziz Abbasov və oğlu daha sonra polis idarəsinə aparılıb və orada uşaq bir daha döyülüb. Qardaşım oğluna təzyiq göstərərək məcbur ediblər ki, istədikləri izahatı yazsın. Bu nə deməkdir? Bu qədər terrorla Rusiya niyə bu xalqa bu cür divan tutur? Qardaşının dediyinə görə Əziz Abbasovun bir neçə qabırğası sındırılıb. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.